çox etaplardan keçmişəm, amma xeyir olmur. Yəni sonra Dvaynoy gəlib yenə yerinə. 3-cü dərəcəli piylənmədən və artıq çəkiyə bağlı hərəkət məhdudiyyəti, yüksək təzyiq və digər sağlıq problemlərindən əziyyət çəkən Aynurə xanımı 2 gün öncə 161 kiloqram çəki ilə mədə kiçiltmə əməliyyat etdik. Əməliyyat qərarına necə gəldi? Artıq çəki gündəlik sosial həyatında hansı problemləri yaradırdı? Özündən dinləyək. Həyatı çoxdan istəyirəm, orada 8 ildir. Prosto risk eləyə bilmirdim. Qorxurdum, hərə bir söz deyirdi. Axır ki, məhdudiyyət yaranmışdı ayaqlarımdan, təzyiq. Mən özümü yaxşı hiss eləmirdim də. Ona görə çox araşdırmalar elədim, öz doktorumuzu seçdim. Peşman da deyiləm, çox gözəl həkimdir. Yəni mən deyirdilər qaytararsan, özün çox pis. Mən heç nə hiss eləməmişəm. Normal personalın sayəsində çox gözəl həkimləri kimi personalları da demək olar ki, yüksək səviyyədədir. Bu klinikadan çox razıyam. Həkimdən də lap çox. Allah razı olsun sizdən.